Hər vaxtınız xeyir əziz dostlar, dəyərli izləyicilər. Reaksiya TV-də yayımlanan Tarixin Şahidləri verilişinin axıcı necə yarandı adlı xüsusi silsiləsinin 4-cü bölümünü təqdim edirik. Bu silsilədə məqsədimiz tarix kitablarını deyil, hadisələrin birbaşa iştirakçılarını danışdırmaq, Azərbaycan Xalq Hərəkatının yaranma tarixini müxtəlif baxış bucaqlarından araşdırmaqdır. İlk 3 bölümdə olan şahidlərimizin xatirələrini dinlədik. Bugün isə həmin dövrün daha bir fəal iştirakçısı Naxçıvan Xalq Cəbhəsinin təsisçilərindən, eləcə Azərbaycan Xalq Cəbhəsinin təsisçilərindən biri Sərdar Cəlaloğlu ilə o illərin ən mühüm hadisələrinə işıq salacağıq. Bəs xalq hərəkatı əslində necə formalaşdı? İlk təşkilatlanma necə baş verdi? Sonradan tarixə çevrilən hadisələrin pərdə arxasında nələr yaşanırdı? Bütün bunları bugün hadisələrin canlı iştirakçısı ilə müzakirə edəcəyik. Sərdar bəy, xoş gəlmişsiniz. Xoş gördük. Sərdar bəy, ilk sualım sizə. İlk 3 bölümdə qonaqlarımız AXC-nin yaranması ilə bağlı öz xatirələrini bölüşdülər. İndi isə eyni sualı sizə vermək istəyirəm. Sizin yaddaşınızda xalq hərəkatının başlanğıcı hansı hadisə ilə başlayır? Əvvəla icazə verin, bugün mətbuat günündə, bugün münasibətlə sizi təbrik edeyim. Təşəkkür Sizin edirəm. simanızda bütün Azərbaycanda sözə qulluq eləyən, sözü bir silah kimi yeri gələndə düşmənə qarşı istifadə edən, dosta qarşı da bir mərhəmət əli kimi istifadə edən bütün jurnalistlərimizi təbrik edirəm. Bugün təəssüf ki, həbsxanada xeyli jurnalistimiz var, haqlı ya haqsız olaraq. Onların da tezliklə azadlığa çıxmalarını arzu eləyək. Əsası Həsən bəy Zərdabi tərəfindən qurmuş Azərbaycan mətbuatı 150 dövründə heç də münbit bir şəraitdə inkişaf eləməyib. Başqa xalqlardan fərqli olaraq bizim mətbuatımız Çar Rusiyası dövründə, sonra da Sovet dövründə, ondan sonra da ki, müstəqil Azərbaycan dövründə bir mətbuatın inkişafı üçün bütün məqbul şərtlər olmayan bir vəziyyətdə inkişaf edib. Amma buna baxmayaraq, Azərbaycan mətbuatının ortalığa çıxartdığı görkəmli nümayəndələr münbit bir şəraitdə inkişaf edən mətbuat tutaq ki, mətbuatı olan ölkələrdən daha möhtəşəm, daha güclüdür. Məsələn, Cəlim Mamaquzadə, Molla Nəsrəddin jurnalının direktoru əsasını qoyub. Oradan çıxıb, tutaq ki, bizim Üzeyir Hacıbəy oranın əsas yazarlarından biri oldu. Sabiri kəşf edən Molla Nəsrəddin jurnalını, Həsən bəy Zərdabinin əkinçi jurnalı, hörmətli televizyon tamaşaçıları da demək istəyirəm ki, o vaxtı Azərbaycan dilində qəzet buraxmaq qadağan olunmuşdu. Ona görə ictimai siyasi qəzet buraxmaq icazə vermirdilər. Həsən bəy Zərdabi məcbur oldu, əkinci, yəni kəndlilərə torpağı necə becərmək olar, necə əkin, bu bilgiləri vermək üçün belə bir qəzet çap elətdirməklə bağlı müraciət eləmişdi, amma qısa müddətdən sonra əkinçi qəzeti öz ətrafında Azərbaycan ictimai siyasi mühitinin ən görkəmli adamları toplaya bildi və orada da çox ciddi siyasi yazılar çıxmağa başladı. Ondan sonraki dövrdə artıq Azərbaycanda yüzlərlə qısa müddət uzun ömürlü Hürriyyət adında qəzet çıxdı, nə bilim, ayrı-ayrı firqələrin qəzetləri çıxmağa başladı. Bizim çox böyük şəxsiyyətlərimiz, o cümlədə Məmməd Əmin Rəsulzadə də mətbuat işçisi kimi bu prosesə biləsiz qoşulubdur. Vaxtilə o mətbəədə işləyibdi, qəzet buraxmaqda sonra jurnalist kimi gedib İranda Səttərxan hərəkatını işıqlandırıbdı. Yəni Azərbaycan mətbuatı Azərbaycan siyasi həyatı ilə həmişə bir yerdə olub, ayrılmaz olmur. Azərbaycan milli ordusu kimi, Azərbaycanın tutaq ki, digər qüvvələri kimi Azərbaycan dövlətinin və xalqının müdafiəsində hər canları ilə, başları ilə, sözləri ilə xidmət göstəriblər. Biz bunu unuda bilmərik və bugün də Həsən bəy Zərdabi başda olmaqla, Cəlim Mamaquzadə başda olmaqla Azərbaycan mətbuatının nadir incilərini yaratmış, özləri çox çətin bir vəziyyətdə, pulsuzluq bir şəraitində, təqiblə şəraitində Azərbaycan ziyalarını üzə çıxartmaq, Azərbaycan ictimai fikrini istiqamət vermək, təhsil Azərbaycan yox. Molla Nəsrəddin jurnalı yaxın şərq, hətta Hindistanda belə abunəçiləri olub. Yaxın şərq xalqlarının oyanmasında Molla Nəsrəddin jurnalının qeyri-adi dərəcədə xidməti olub. Bizim bir düşmənimiz ermənilərin yazılı ədəbiyyatın ilk nümayəndəsi Abovyanı da Molla Nəsrəddin jurnalı çıxardı bizə. Gürcülərin özündə yazıçıların, şairlərin, yeni dövr insanların meydana çıxmasında Molla Nəsrəddin jurnalının
qeyri-adi dərəcədə xidmətləri Doğru olub. deyirsiniz, Bugün biz Sərdar. onların hamısının qarşısında baş əyirəm və bizim milli azadlıq, niyə mən bunu dedim? Bizim milli azadlıq hərəkatımızın da başlıca qaynaqlarından biri Azərbaycan mətbuatı olub, biləsən. Bəli, indi ona keçid edəcəyik, amma mən bir məsələni də deyim, bu mətbuatla bağlı Sərdar bəyin sözünə qüvvət olaraq ki, məsələn, Sərdar bəy Üzeyir bəyin adını çəkdi, Üzeyir Hacıbəylinin. Hər kəs Üzeyir bəyi bəstəkar kimi tanıyır, amma Yox, o böyük Üzeyir bəy publisistdir. böyük publisist idi. Üzeyir bəyin əsərləri var. Bir cildlik kitabdır, mən onu oxumuşam. Əhməd Bayağayev, Əlibəy Sezgərdi, bunlar hamısı Deməli, vaxtilə mətbuatda. Üzeyir bəyin əsərlərini oxuyanda Sərdar bəy artıq hər şey bəlli olur. Milli hökumət qurulmamışdan əvvəl yazdıqları həmin dövrdə, ondan sonraki dövrdə. Mən bir neçə dəfə vaxtı danışmışam. Üzeyir bəy əsərlərində Sovet hakimiyyətinə qədər bütün millətimizin adını yazır. Türk milləti, dilimiz türk dilidir. Bu məsələlərə böyük önəm verir. Amma Sovet hökumətindən sonraki dövrlərdən sonra başlayır yazmağa Azərbaycanlı, Azərbaycanlılar və yaxud da ruslarla bağlı müqayisə edir əvvəlki dövrdə yazdığı əsərlərində. Türk millətinin nə qədər böyük bir millət olduğundan danışır. Rusları sadəcə Rus kimi qeyd edir. Amma Sovet hakimiyyətindən sonra artıq orada cümlələr əlavə olunur. Böyük Rus xalqı, böyük Rus milləti və s. və ilax. Ona görə deyirəm, bunları oxumaq lazımdır. Əlbəttə ki, bu hamıya maraqlı deyil, maraqlı olmaya bilər. Amma ən vacibi bu bizim sahədə olan öz adamlar millətini sevən, bəli, öz dövlətinin qeyrətini çəkən hər bir Azərbaycanlı, hətta milli kimliyin asıl olmalı. Bu cür bilgiləri bilməsi vacib. Bəli. Bəli. Və verilişimizə başlayırıq, dəyərli izləyicilər, tarixin şahidləridir. Sualımı təkrar edirəm. Sizin yaddaşınızda xalq hərəkatının başlanğıcı hansı hadisə ilə başlayır? AXC-nin yaranması bizə. Zahir bəy, əvvəl onu deyim ki, Azərbaycan xalq hərəkatı 1813-cü ildən başlayıb. 1813-dən. Bəli. Rusiya Azərbaycanı işğal edib parçalayandan sonra Çar Rusiyası vaxtında 5 üsyan olub Ruslara qarşı. O üsyanlar deməli Rusiya üsul idarəsinə qarşı, ümumiyyətlə Rusiya dövlətinə qarşı və Rusiyanın idarə etməsinə qarşı olub. Məsələn, bir dənəsini sizin xatırlatmaq istəyirəm, Quba üsyanını. Quba üsyanının əsas səbəbi nə olub? Rus çarı Azərbaycanda təhkimçilik hüququnun tətbiq edilməsinə bağlı fərman verib. Hətta həmin fərman verilən vaxtı Qubada bazara bir nəfər kəndli ailəsi çıxarılıb, 5 nəfərdən ibarət satılmaq üçün. Yəni, təhkimçilik hüququ nə deməkdir? Kəndlilər, mülkədarın mülkiyyəti sahidir. Necə qoyunu, quzusu, o da kəndli də sata bilərdi, dəyişə bilərdi, ala bilərdi. Yəni, quldarlığın başqa bir forması. Onda Quba bəylərindən biri qalxıb ayağa deyib ki, bu bizim dinimizə də ziddir, milli kimliyimizə də ziddir. Biz Rusun bu idarə etmə üsulunu qəbul edə bilmərik. 3500 nəfər Qubada, Quba ərazisində adam yığışıblar, əllərində silah, Rusları qırıblar, qovalayıblar və həmin təhkimçilik hüququnun Azərbaycana tətbiq etməsi onunla da sıradan qalxıb. Şəkinin özündə də idarə etməyə qarşı, üsul idarəyə qarşı böyük üsyanlar olub. Elə də Carbalakan sonra Sovet dövründə Zahir bəy, eyni də 5 dəfə Sovet hökumətinə qarşı böyük üsyanlar olub. Bunların hamısını bizim xalqımızdan gizlədiblər. Həm Çar dövründə, amma güya doğrudan da Sovet dövründə, Çar dövründə də Rusiyanı Azərbaycanlılar müdafiə edib, güya Sovet dövründə də bizim güya böyük qardaş olmuşuq, nə bilim, Nəriman onun dilindən, yalandan duydu, Nəriman ona elə bir söz deməyib ki, Azərbaycan xalqının xoşbaxt gələcəyi Rusiya ilə bir yerdədir. Onun bir teleqramı var Leninə. Çünki niyə deyirəm? Fakt var. Yazır ki, bəs siz bizə deyirdiniz ki, əgər müsavat hakimiyyəti kommunistlərə təhvil versə, Azərbaycan müstəqil olacaq. Siz niyə bizi anlatdınız? Çünki çox adam elə bilir ki, demokratik cumhuriyyəti yıxıblar. Demokratik cumhuriyyət bir şərtlə kommunistlərə təhvil verib ki, Azərbaycan müstəqillik saxlansın. Sadəcə o siyasi rejim dəyişirsin. Yəni orada milli demokratik bir siyasət vardı, burada bir sosyalist Azərbaycanı qurulsun. Elə bil ki, üzr istəyirəm, qoy tamaşaçılarımız üçün aydın olsun nədən söhbət gedir. Elə bil də belə izah eləyirəm. Elə bil hakimiyyətdə
Demokrat Partiya Verilir başqa partiya. verilir sosial partiyaya. Ha, bu dövlətin yəni bu şərt demək deyildi. 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 Və Nərimanovun o məktubuna da hətta onun bir cavabı var Leninin ki, sən mədəniyyətlə siyasəti qaçırırsan. O söz verib əməl etmək mədəniyyətdir, amma bu bir siyasətdir. Yəni allatdıq sizi. Bəli. Və demokratik cumhuriyyətdə xoşluqla təhvil verməmişdi kommunistlərə. Lenin teleqraf vurmuşdu Azərbaycan'a ki, siz onları qorxudun ki, biz Bakını yandıracağıq. Parlamentdə müzakirə gedirdi hakimiyyətin təhvil verməsinə 49 mədəni yandırmışlar. O Bakı yanğınları var ha tarixdə. Ha, bunların heç birini xalqımız bilmir. Axı necə oldu ki, Məmməd Əmin Rəssadı xoşluğundan təhvil verdi kommunistlərə. Və o kommunistlərə təhvil verilən müqavilədə bir bənd var. Orada yazır ki, bir halda hakimiyyət kommunistlərə təhvil verilir ki, Azərbaycan müstəqilliyi saxlansın. Və 1924-cü ilə qədər Azərbaycan müstəqil sosialist respublikası olub. 24-cü ildən sonra olub müttəfiq güya, müstəqil söz oradan çıxıb. 36-cı ilə qədər respublikamızın adı olub Azərbaycan Sovet Sosialist Türk Respublikası. 36-cı ildə qadağan olunub, Türk sözü oradan çıxarılıb. Ondan sonra biz olmuşuq Azərbaycan müttəfiq Sosialist Respublikası. Bu məsələnin birinci tərəfi. Yəni Azərbaycan xalqı heç vaxt Rusiya ilə barışmır. Çar Rusiyası olsun, Sovet Rusiyası olsun, başqa bir. Və elə ki Rusiyada deportasiyalar oldu, elə ki Azərbaycanda daha xüsusi repressiyalar oldu, Azərbaycan görkəmli adamlar məhv elədilər, o milli ideyalar daşıyıcıları, eləcə də köçürtmələr apardılar, Gürcüstandan nə qədər Azərbaycanı köçürtdülər, Ermənistandan nə qədər Azərbaycanı köçürtdülər, Azərbaycandan nə qədər Azərbaycanı Sibirə və Qazaxıstana sürgün elədilər və beləliklə Azərbaycan xalqının qabağında gedən ona o müstəqil dövlətçilik ideyalarını təbliğ edən insanların böyük əksəriyyəti sıradan çıxarıldı. 1956-cı ildə İmam Mustafayev və Mirzə İbrahimovun başçılığı ilə biri Mərkəzi Komitənin katibi idi İmam Mustafayev, rəhmətli Mirzə İbrahimov Ali sədri idi. Azərbaycanda dövlət dili elan olundu, Azərbaycan dili. SSR-də yeganə bizim respublika idi ki, bizim konstitusiyada Azərbaycan dili dövlət dili. Yerdə qalan bütün xalqların konstitusiyada Rus dili dövlət dili. Ona görə Özbəkistanda 4-cü sinifə qədər öz dillərində oxudular, ondan sonra keçirlər Rus dilindən. Mən deyəndə ki, özbəklərlə biz ilk dəfə tanış olanda, mən deyəndə ki, Azərbaycanda ali təhsil Azərbaycanca almışam, onlar inanmaq bu necə ola bilər? Nə Qazaxıstanda, nə Özbəkistanda, nə Ukraynada, nə Belarusda, nə Ermənistanda, nə Azərbaycanda, Gürcüstanda öz dillərində ali təhsil almırdılar. Yalnız Azərbaycan 56-cı ildə. Azərbaycanda, bəli. Bəli, buna görə də İmam Mustafa işdən qovdular. Hətta həbs təhlükəsi vardı və Mirzə İbrahimovu işdən çıxartdılar. Sonraki dövrdə yenə də Şıxəli Qurbanovun simasında biz gördük. Şıxəli Qurbanov Azərbaycan milli adət ənənələrinin geri qaytarılması ilə bağlı açıq bir mübarizə qoydu ortalığa. Novruz bayramından bağlı. Onu da öldürdülər. Bəli, onu da öldürdülər. Ondan sonra bizim böyük şəxsiyyətlərimiz Azərbaycan tarixinə aydınlıq gətirən işıq saçan əsərlər yazır. Məsələn, Heydər Hüseynov götürək. Heydər Hüseynov Şeyx Şamil haqqında bir əsər yazmışdı. Şeyx Şamilin Milli Azadlıq Hərəkatının rəhbəri kimi Ruslara qarşı mübarizənin bir simvolu kimi təqdim eləmişdi. Çox maraqlıdır ki, həmin əsər dövlət mükafatına təqdim edilmişdi. Sonradan ermənilər Stalin qulağına nəsə fıçıldamışdısa, Heydər Hüseynovdan tələb eləmişdilər ki, həmin əsərdəki deməli Şeyx Şamilin obrazını bir quldur obrazı kimi təqdim eləsin. Heydər Hüseynov demişdi ki, mən heç vaxt bunu eləyə bilmərəm və gedib özünü öldürmüşdü. Mən bunu son tarixə qədər gələn bəzi seçmə hadisələri deyirəm. Və biz özümüz də orta məktəbdə oxuyarkən bizə dəstəyən müəllimlərimiz bizə Azərbaycan tarixi ilə bağlı kitablardan, yazılanlardan başqa məlumatlar. Mənim indiki yadımda biz 4-cü sinifdə oxuyurduq. Müəllim kitabı belə qaldırdı, dedi, bax uşaqlar bu kitabdakı dərsi sizə dedim. İndi mən sizə gerçəkliklər deyəcəm. Və biz ilk dəfə mən 1964-cü ildə onda bildim ki, biz müstəqil dövlətimiz olub, cənubda sən demə, bizim xalqımız yaşayıb, biz parçalanmışıq. Bunu nə əcəb həmin dövrdə müəllim necə risk edir? Onun dəfələrini o vaxt DTK-yə çağırdı, Əbfəz Elçibəndən bir sinifdə oxumuş, bir kursda oxumuşdu. Mehdi Ağalar, Allah rəhmət eləsin, çox gözəl bir insandı. İsmailov var idi o, Əbfəz Elçibəy,
Koroğlu adında bir nəfər, bir də 4 nəfər şərqşünaslıq fakültəsində oxumuşdular və bizim müəllimimizin ayağının biri olmadığına görə xaricə gedə bilməmişdi. Gəlib bizim məktəbdə bizə ədəbiyyat dərsi deyirdi və o kitabı həmişə qatlayırdı Azərbaycan tarixini. Biz onda başa düşdük ki, sən demə bizim müstəqil dövlətimiz olub, bizim görkəmli adamlarımız olub, biz parçalanmışıq, Ruslar bizi, o vaxta qədər biz bunları bilmiyoruz. Lenin baba dedilər, çox adam elə bilir ki, Lenin doğrudan da onun babasıdır. Deyəndə ki, Lenin Azərbaycanda bilmir, uşaq məhdəqə necə bilmir, bəs mən babam deyil, babam necə Azərbaycanda bilmir. Və belə bir ruhla biz tərbiyə olunmuşduq. Ümumiyyətlə Azərbaycan xalq hərəkatının son dövrü 3 mərhələyə bölmək olar. Birinci mərhələ perestroika deyək də, yenidən qədər olan dövrdür. Həmin dövrdə dediyim hadisələr baş vermişdi. Ədəbiyyatda 60-cı illər ədəbiyyatı deyildilər. Artıq biraz Xruşovun vaxtında bilirsiniz reformalar apardılar. Azərbaycan ədəbiyyatında bəzi qadağan olmuş mövzular başlandı yazmağa. Məsələn, Komsomol haqqında, Pioner haqqında heç kəs başqa şey yapmadı. İlk dəfə o vaxtı bir meşədə bir Komsomol gedir, nə bilim bir qızı zorluyur, belə hadisələr edib və bu dinlə bağlı əsərlər meydana çıxmağa başladı. Anarın özünün 5-ci mərtəbənin 6-cı mərtəbəsi tamamilə başqa bir Sovet hökumətində qadağan olunmuş Sovetlərdə fahişəlik yoxdur, o yoxdur, bu yoxdur. Tamam, yəni inqilabı şeylər yazma baxdı. Eləcə də şairlərimizin Məmməd Arazdır, Bəxtiyardır, Cənubi Azərbaycan mövzusu, müstəqillik mövzusu və s. və s. Bu müddətdə biz böyüdük. Bu müddət böyüdük və ikinci mərhələ perestroika dövrüdür. Artıq biz oraya gəlib çıxanda ideoloji cəhətdən silahlanmışdıq. Məsələn, mən institutda oxuyanda da, institutda oxumamışdan qabaqda, məsələn, mənim formalaşmağımda dedim, bir çox böyük şəxsiyyətlərin rolu olur. Məsələn, Xudun Məmmədov, mən Bakıda orta məktəbi qurtarmışam da, Xudun Məmmədov, bizim məhrum şairimiz, Bəxtiyar Vahabzadə, eləcə də bir çox görkəmli Azərbaycan ziyalıları bizim məktəbə gəlirdilər. Xudun müəllim bizə dərs deyirdi. Eyni zamanda kimya, biologiya təmayül məktəb gəlirdilər, bizi yığırdılar. Orada da bizlə bu cür söhbətlər apardılar. Azərbaycan tarixi ilə bağlı, ədəbiyyatla bağlı, xalqımızla bağlı açıq şəkildə antisovet yox, amma bizim özümüzə tanıdırdılar. Sonra mən instituta gəldim, çıxdım. İnstitutda da o cürədə bir mümbit açığı deyim, şərait yox idi. Sonradan mən eşitdim ki, Azərbaycanda gənc aspirantlar var, tarix üzrə, nə bilməm, bunlar tamam fərqli düşüncəli adamlardır. Mən onların bir çoxu ilə tanış oldum. Məsələn, Muxtar İbanov, akademik Muxtar İbanov, Cavanoğlu. Sonra Kamran bəy vardı, elmə doktoru, professor. Sonra Məmməd Əli Qıpçaq var idi. Sonra riyaziyyat sahəsində, nə bilim, başqa sahədə o adamlarla tanış olmağa başladık və bizdə bir hamımızda ortaq bir şey var. Azərbaycan arasında bir müstəqillik istəyən, Azərbaycan birləşməsini istəyən insanlar vardı. Biz artıq başladıq birbirimizi tanımağa. Mən demək olar ki, o aspirantların buradakı şeyinə dəfələrlə gedərdim, yığışırdım uşaqlar, bilmədiklərimi öyrənirdim, qulaq asırdım, əvvələ aldığım məlumatla tutuşdururdum. Yəni belə bir şərait vardı. İkinci mərhələ perestroika dövrüdür. Qeyri-formal təşkilatların yaranması dövrü. Yəni Qarbaçov yenidən qurma elan edəndən sonra Zahir bəy Azərbaycanda qeyri-siyasi təşkilatlar yaranmağa başladı. Məsələn, Birlik Təşkilatı, Çənlibel, məsələn, Yurt Təşkilatı, biz də Naxçıvanda Yurt Təşkilatı yaratdı. Mənim özümün ümumiyyətlə Naxçıvan dövrü ilə bağlı onu demək istəyirəm ki, mən Naxçıvanda böyüməmişəm, orada oxumamışam. Hətta mənlə bir yerdə bir dostumuz Tibb Üniversitəsində bir yerdə oxumuşuq. Mən Naxçıvana gedəndə mənə deyir ki, sən nəyə görə öz rayonunuza təyinat alman? Dedim, bizim rayondur. Deyim, niyə sən Naxçıvanlısın? Dedim, halbata Naxçıvanlıyım. Dedim, nəfə 7 il biz bir yerdə oxumuşuq, mən sənin bir də Naxçıvanlı olduğunu eşitməmişəm, heç kəs deyil, sən Naxçıvanlısan. Mən yetim Naxçıvana, ona görə də bir dairəm yox idi, adamları tanımırdım, elə bir sən deyən yaşıtlarım, ünsiyyətim yox idi. Bir dəfə bir müstəntiq, mən ekspert işləyəndə, bir müstəntiqlər gəlirdi mənim yanıma, mən onlara bildiklərimi təbliğ eləyirdim. Müstəntiqlərə, prokurorluğa, kimə ki söz cavan, yaşımı çatdı, onlara mən təbliğ eləyirdim. Tariximizdən, zadımdan bilmədikləri məlumatından çoxusu da qalırdı məhəldə. Eləcə də bəzi kitablar var idi ki, qadağan olmuş kitablar, mən onları tapırdım, verirdim, bunlar oxurdular hamısı. Məsələn, Orca Süleyman Aziyayı vardı, Doğananın xatirələrim vardı və s. və s. Nəysə, bir gün bir Nazım adında bir müstəntiq vardı. Gəldi mənim, belə söhbət elədi, belə bir diqqətlə mənə qulaq asdı. Dedi ki, mən Naxçıvanda sənin kimi düşünən adamlar tanıyıram. İstəyirsən sən onlarla tanış edeyim. Dedim, hə, böyük məmnuniyyətlə.
Mən apardı, bir 7-8 nəfər var idi. O vaxt Arif Rahimov var idi, Naxçıvan Pedaqoji Universitetində dərs deyirdi. Cabbar, Allah rəhmət edin, Cabbar hamısı rəhmətə gedib. Cabbar bəy var idi, elm mərkəzində işləyirdi, tarixçi alim idi. Asaf Quliyev vardı, çıxdı getdi, indi Kanadada. Asif Kələmtərli vardı, rəhmətə gedib, sonra da Heydər Əliyevin müavini oldu. Kazım var, indi həmkarların müavinidir, bilməm qalır ya yox. Bu adamlarla məni tanış elədi. Mən baxdım ki, sən demə bu 7-8 nəfər var ki, mənim kimi düşünürlər. Biz onda artıq bu söhbət 80-cı ilin əvvəllərindən, mən 78-79-da Naxçıvana getmişəm. Və biz orada başladıq, qarşımıza məqsəd qoyduq ki, biz 5-6 nəfərdən bir şey deməyik. Hərə bir nəfər də gətirməlidir, hərəkatı genişləndirməyə başladı. Mən ilk dəfə Süləddin Əkbərovu ora apardım, tanış elədim uşaqlarından ki, çünki deyirdilər ki, kim gətirəcəksə təminat verməlidir ki, bu adam satqın deyil, xəyanətkar deyildir. Süləddin bəy də mənim yanımda işləyirdi. Mən Süləddini apardım, təqdim elədim. O birisilər də universitetdən müəllimlər gətirən var idi, elmçilər gətirən vardı, sonra bir prokuror köməkçisi vardı. Onu gətirdi, mənə dedilər ki, belə bir adam danışdım, o da böyük məmnuniyyətlə razılıq verdi. Və biz başladıq Naxçıvanda bir 40-50 nəfərlik milli dəyərləri daşıyan, millətçi, təfəkkürə malik bir qrup yaratdıq. Həmin qrup bu neçənci ildir? Bu olubdu 80-cı ilin əvvəlləri. Amma yenidən qurma elan olunsa biz artıq yurt təşkilatı yaratdıq. Hamı gəldi o yurdun içinə. Bu dəfə təşkilat artıq genişləndi. Genişləndəndə biz hiss elədik ki, bura Komünist Partiyası da adam göndərir, KGB-də adam göndərir, polis də adam göndərir. Hər öz adamını ora soxur. Ona görə də belə bir qərara aldıq ki, deməli bu qərarı bir gizli qərardır. Bu bir nüvə olsun, bir köynədən birbirimizi tanıyanlar. O nüvə bir cürə iş görsün. Yerdə qalanlarla bir ümumi iş görək. Çox adam, məsələmi deyim, ümumi iclasda da bir söz deyilirdi, bir cür davranırdıq, amma o nüvə tamam fərqli bu iş aparırdı ki, ən azı ora sızma olmasın. Bəli. Sonradan 3-cü mərhələ isə artıq formal təşkilatlar yaratmışdıq. Hətta deməli göstəriş vermişdilər. Naxçıvan Muxtar Respublikası Komsomol Komitəsinin Respublika konferansına mənə dəvət edilər, qeyri-formalların nümayəndəsi kimi. Mən getdim və söz verdilər mənə ki, buyur çıxış elə. Çünki o vaxtı Mərkəzi Komitədən tapşırıq belə idi ki, rəsmi təşkilatlarla qeyri-formallar əlaqə yaratsın. Mən orada Naxçıvan Komsomolunun o konferansında Sovet hökuməti ilə çox kəsin bir çıxış elədim. O çıxışa görə oradan qışqırmağa başladılar, təhqir elədilər, bu antisovetliklə belə danışıqlar zadılar. Amma mən bütün perestroikanın ruhuna uyğun çalışırdım. Leninlə sitatlar gətirdim. Lenin Sovet hökuməti haqqında nə deyib, Sovet hökumətinin tərkibinə daxil edildi, xalqlarla bağlı nə deyib, çox ciddi bir məsələ oldu. Və həmin dövrdə biz bir dənə bir nömrə cəmsi Oyanış adında bir şey buraxdıq, jurnal kimi bir şey, 15 səhifədən ibarət. O Oyanışda biz başqa heç nə yazmadıq. Ancaq Leninin Sovet hökuməti haqqında mənfi fikirlərini. Ki, bu Sovet hökuməti nə olan şeydir. Onu da sonra bizə qadağan elədilər ki, bunu olmaz. Sonra biz artıq perestroika uğursuzluğa uğradı. Yenidən qurma uğursuzluğa, Qarbaçovla bağlı məsələlər və erməni bu Qarabağ məsələsi meydana çıxdı. Böyük sürətlə o qeyri-formal təşkilatlar siyasi xarakter almağa başladı. Artıq Qarabağ məsələsi, Erməni-Azərbaycan məsələsi, Rusların erməniləri müdafiə eləmə məsələsi, tarixə qayıtdıq 1905-ci ildə nə baş verdi, o zaman nə hadisə. Biz başladıq artıq siyasi bir müstəviyə keçidi yaratacaq. Zaten qabaqcadan biz siyasi idi, amma maskalanırdıq da qeyri-siyasi bir şeylə. Və həmin dövrdə biz aparacağımız siyasi hərəkatın bir adını nə qoyaq? Bu hərəkat necə olsun? Təcrübəmiz yox idi. Bizdən qabaq heç kəs, çünki o mübarizə aparan adamlar, məsələn, İldırım təşkilatı olmuşdu 50-ci illərdə. Azərbaycanın müstəqillə yadınıza gəldi, bu barədə bilirsiniz. Gülsen oğludur, həm kimlərdir. O da hamısı şair. Sücün eləmişlər Sibirə. Onların hamısı Sibirə. Belə təşkilatlar olmuşdur. Hətta mən institut oxuyanda eşitmişdim ki, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, bir də rəhmətli bizim bir profesor vardı, Fuad bəy cərrahdır. Bu üçü birlikdə bir ailə qəzeti buraxırdılar. Düz dedik, Gülhüseyn Hüseynoğlu. Ailə qəzeti. Yəni beləncik qruplar var idi, siyasi qruplar vardı, amma açıq təcrübə bizdə yox idi. Onda biz, mən həkim kimi mən kursa getdim Moskvaya.
Moskvada da maraqlanırdım. Orada getdim deməli səfirliyimizə. Səfirliyimizdə Moskvada təhsil alan gəncləri olacaq. Mən orada çox gözəl gənclərlə tanış oldum. O cümlədən indi akademik var Şahin. Ondan orada tanış oldum. Dost kimi buradan da onu salamlayıram. Allah'ın canına dəyməsin. Çox yaxın. Soyadı necədir? Şahin. Şahin yadımdan çıxıb çünki sonradan mən açıq siyasətə gedim. O adamlarla əlaqələr kəsdim ki, onlara problem yaratmayayım. Amma çox xətrini də istədiyim bir adamıdır. Moskvada nə qədər qeyri-formalların görüşü olurdu Azərbaycan tərəfindən. O çıxış edir, həmişə də udurdu. Çox savadlı, çox patriot, Rus dili mükəmməl bilirdi. Orada aspirantda da oxurdu. Elə Əlhəsən orada mən tanımışam, Qeyrət Quliyev oradan tanımışam. Şamxal bəy vardı, oradan tanımışam. Orada aspirantda da oxuyanları hamısı. Və bir gün təsadüfən Zarifə mən yəni aktiv şəkildə mən Rusiyada yaşayan Azərbaycanlılarla demək olar ki, iş aparırdım Azərbaycanda hərəkatla bağlı. Eyni zamanda mən təsadüfən bir dəfə Moskvada bir Tatarla tanış oldum. Bu Tatar məni evlərinə dəvət elədi və mən getdim. Bu Tatar mənə bir kitab verdi Tatar dilində. Sən demə o Musa Cəlillə yanlış bundan başqa bir qadağan olmuş şairləri var. O kitabı mən oxudum, gördüm ki, orada çox antisovet şeirləri var və s. Bu dedi ki, biz Tataristanda da hərəkata gəlmişik, belə eləmişik. Mən bir dəfə boş vaxtlarında gedirdim, gəzirdim Moskvanı. Bir dəfə Kremlin arxasında bir park kimi yer var, orada stol durmuşdum. Bir dəfə cavan oğlan gəldi. Oturdu yanında belə bir sumkası vardı. Sumkasını açdı, başladı belə stolun üstündə belə şeylər düzməyə. Mən baxdım ki, burada Denzadin, Atmoda, Saydüz, belə qəzetlər var. Bunların heç birimiz görməmişik. Azərbaycanda heç kəs bunları görməyib. Bu 80-ci illərin sonudur. Bəli. Mən bunu dedim, mənlə tanış oldum, bunun adı Baxdı, Yahudi. Dedim, bu nədir, bunlar belədir. Amma Saydüzün adını adı eşitmişdim, qəzeti görməmişdim. Atmodanın adını eşitmişdim, qəzeti görməmişdim. Dedi ki, biz Sovet hökumətində biz qeyri-formalların, qəzetlərin paylayırıq, əlaqələr yarırıq. Dedim, elə bizim də Azərbaycanda mən belə bir hərəkatın nümayəndəsiyəm da, bizdə orada da belə bir hərəkat var. Bu qəzetlərin hamısından bu mənə bir çox nüsxələr verdi. Mənim adresimi gördü, dedi, hər ay mən sənə bunları göndərəcəyəm. Və mən həmin şeyləri gətirdim, bizim cəbhəsələr payladım. Sonra da ay-baya o adam göndərdi, mən də yayırdım. Hətta ilk dəfə Əlfəz Elçi bəy o qəzetlər göndərdi, təəccübləndim ki, bunlar hardan siz əldə edirsiniz. Sonradan mən yadımda qalanı sürətli deyirəm ki, necə bu hadisələr olur. Sonra mən qayıtdım, gəldim Naxçıvandan. Biz eşitdik ki, Pribaltika hərəkatın adını qoyubdu Xalq Cəbhəsi, orada çox ciddi işlər görür. Çünki Pribaltikada hadisələr bizdən sürətlə və keyfiyyətli inkişaf edir ona görə ki, Pribaltlar 1941-ci ildə SSR-in tərkibinə daxil olmuşdular. Biz 150 il dedik, o köləlik rejimdədir. Ukraynanın qərbi 41-ci ildə 39-da işğal olunmuşdu. Ona görə o benderlər deyirlər, onlarda milləti ruh var idi. Amma bizim kimilər ki, neçədir, 150 ildir başımıza döyürüz, bizdə o ruh yox idi. Ona görə biz dedik ki, bu privatlarla əlaqə yaradı. O vaxt bizim Ələkbər Zeynev adında bir həkim dostumuz vardı. O ixtisas artırma kursuna gedirdi Pribaltikaya. Həm də bizimlə bir yerdədir. O dediyim qeyri-formalların hərəkatına aktiv iştirak edir. Biz Ələkbərdən mən xahiş edirəm ki, sən orada çalış, əlaqə yarat. Orada Xalq Cəbhəsi deyilən bir şey var. Onların o nizamnaməsini gətir görək burada onlar bu məsələni necə qoyublar. Sonra o bir 2 aydan sonra gəldi. Oradan Azərbaycan Pribaltik Xalq Cəbhələrinin deməli sənədini gəldi, oxuduq. Biz o sənəd əsasında Naxçıvan Xalq Cəbhəsinin əsasnaməsini yazdıq, proqramını yazdıq, konferans çağırdıq və Naxçıvan Xalq Cəbhəsini elan etdik. Çünki Azərbaycan Xalq Cəbhəsi olmadığına görə biz məcbur olduq Naxçıvan Xalq Cəbhəsini müstəqil cəbhə kimi elan eləməyə. Bu nə vaxt Sərdar bəy? Səhv eləmirəmsə, Azərbaycan Xalq Cəbhəsi elan olunmamışdan 6 ay qabaq. Mən biraz tarixlə dəqiq yadımda deyil, Pənah bəyəm ki, mənim bu tarixi yaddaşım istifadə edil, məni yalancı kimi tutur. Dəqiq yadımda deyil, amma onu bilirəm ki, bizdən 6 ay sonra Azərbaycan Xalq Cəbhəsi yarandı və biz Xalq Cəbhəsinin, Naxçıvan Xalq Cəbhəsini elan elədik birinci konferansda Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan şöbəsi. Və mən Azərbaycanda da deməli çox ciddi əlaqələr, İsa bəylə münasibətlərimiz vardı o vaxtı, Əlfəz Elçi bəylə çox münasibət. Bizi tez-tez Bakıya dəvət edilər. Biz gəlirdik Bakıya, Bakıda iclaslarda iştirak edirdik, ünsiyyətlərimiz oldu elə belə fərdi qaydada. Və bir dəfə də mən dəvət elədilər Azərbaycan Xalq Cəbhəsinin nəyisə müzakirəsi idi, bilməm. Sərdar bəy, bir də bunun üzərindən keçməyək də. Naxçıvan Xalq Cəbhəsinin 6 ay qabaq
elan etdi. Elan elədi. Kim oldu sədri? Orada sədr olmadı. Biz kollektiv idarə etdik. Kollektiv İdarə heyəti oldu. İdarə rəhbərlərinin biri mən idim. Bəli. Sonra kimlər var idi o idarə heyətində? Orada vardı Arif Rəhimzadə. Dediyim adlarını çəkdim. Arif Rəhimzadə 12 hansı- nəfərdir. O indi ilk dəfə ki biz dedim ha yığışmışdıq. Sülədin Əkbər var idi. Asif Kələndərli vardı. Asaf Quliyev vardı. Kazım həmin Bəy vardı. o zaman Həmin ki- o ilk özəy avtomatik olduq idarə heyəti. heyəti. Çünki niyə biz dedik ki biz bura rəhbər eləməsək KGB, o birisi bu adamlar soxacaq, təşkilat başqa bir istiqamətə gedəcək. Biz o can baxışın deməli Kubinkada, Bakıda Kubinka vardı. Orada onların bir evi vardı. O can baxış da Azərbaycan sonradan Xalq Cəbhəsi İdarə Heyətinin üzvlərindən biri oldu. Onu da Leyla Yunusla Zərdüşlə bərabər qovdular hərəkatdan. O hökumətin AXC-nin parçalamaq siyasətinin tərkib hissəsini. O can baxışın evinə biz yığışdıq. O vaxtı Əlfəz Elçi bəy də oradadır, Ehtibar Məmməd orada, Tofiq Qasımov orada. Yadımda qalanları deyirəm. Rayonlardan adamlar gəlmişdi. İsa Qəmbər oradaydı. Mən oradaydım. Bizim Naxçıvan Xalq Cəbhəsini təmsil edirdim. Bir neçə də yadımda qalan adamlar vardı. Leyla Yunus orada görmüşdüm. Arzu Abdullah Eyvan orada görmüşdüm. Ha? Zərdüş Əlizadə. Zərdüş Əlizadənin oradaydı. Mən oxumuşam. Onların hamısının şəkilləri də var məndə. Yəni bu belə şey və orada bu Xalq Cəbhəsi məsələsi müzakirə olunurdu ki, Azərbaycanda xalq hərəkatının təşkilatı forması necə olsun? O cümlədən də bu Xalq Cəbhəsi ideyası çıxırdı. Mən o vaxt Elçi bəylə bu barədə danışdım, təyin edir ki, nəyə görə Azərbaycanda gedişir də təşkilat axı biz Naxçıvanda çünki nəyə görə Naxçıvanda belədir? Naxçıvanda böyük risk var, təhlükə var idi. Biz istər-istəməz Bakıdakı sürətlə gedə bilməzdik. Biz xilas olmaq üçün hər şey sürətli idi. Ermənilər Naxçıvan tutmaq istəyirdi. Qərbi Azərbaycanlıları köçürdülər. Oradan Naxçıvandan gəlirdilər Bakıya. Onları qarşılayırdıq, yerləşdirirdik. Onu elirdik, bunu elirdik. Yəni belə bir vəziyyət var idi. Biz çox istəyirdik ki, bu iş sürətlə geçsin. Elçi bəy dedi ki, Vəzirov deyir ki, bunu necə yaradın, adı Xalq Cəbhəsi olmasın, sonra bunu əlaqələndirəcəklə, nə bilim, Pribaltika ilə, orayla, burayla. Mən dedim ki, Komünist Partiyası bunu istəmirsə, deməli, bizə lazım olan ad budur. Biz elə ad seçməliyik ki, SSR-də digər xalqlarla mübarizəmizin mahiyyəti eyni olsun ki, bizi təhliyib müsəlman kimi, türk kimi sıxışdırmasınlar da, bilsinlər ki, bu SSR-də gedən ümumi hərəkatın tərkib hissəsidir. Və sonradan, deməli, bu iclasdan sonra biz düşünürdük ki, bir neçə belə konferans keçiriləcək və s. və s. Amma nədənsə növbəti konferansda İsa bəy mənə xahiş edir ki, sən mütləq gəl nədir, Bakıya. Orada idarə heyəti rəhbəri seçiləcək, belə olacaq, belə olacaq. Mən İsa bəy dedim ki, İsa bəy, mən Naxçıvanda qalıb o işləri, çünki Naxçıvan çox təhlükəli idi. Naxçıvan işğal olunması, ermənilərin atılması, dedim ki, orada bu işlər çox vacibdir. Mən formal olaraq Xalq Cəbhəsinin rəhbərliyində olmağımın heç bir mənası. Mən öz mavinimi göndərəcəm, gələcək ora Sülədin bəy adında adamdır. Mən təminat verirəm, onu siz idarə heyətindən seçərsiniz. İsa bəy də dedi ki, heç bir problem yoxdur. Sülədin bəy mən dedim ki, bəs belə bir iclasızlıq gedərsin ona. Getdi, Sülədin bəydən Naxçıvandan olan Naxçıvan Xalq Cəbhəsinin adından idarə heyətinə üzv seçdilər və Əlfəz Elçi bəy oldu idarə heyətinin sədri, Azərbaycan Xalq Cəbhəsi təsis olundu, elan olundu və sonra Elçi bəy gəldi Naxçıvana dekabr, yanvar ayında səhv eləmirəmsə, Naxçıvan konferansını çağırdı, Xalq Cəbhəsinin, Naxçıvan Xalq Cəbhəsinin adını dəyişdik, qoyduq Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Respublika şöbəsi. Bununla da Azərbaycan Xalq Cəbhəsi başladı inkişaf eləməyə, genişlənməyə, sonraki hadisələr. Mənim bu rəqədə olan xatirəm bu qədər. İndi Sərdar bəy, gələk əsas məsələyə. Belə ki, bax deyirsiniz ki, Pribaltika ölkələrində də eyni ad və siz dediniz ki, o nizamnaməni oradan gətirdiyi yazdı. Bəli, biz oradan gətirdirmiş. Bugün AXC-ni KGB yaradıb deyənlərin əsaslandırmalarından biri də odur ki, Pribaltika ölkələrində yaranmış AXC ilə buradakı AXC-nin nizamnaməsi eyni idi. Bax bu KGB yaratdı iddiasına ictimai siyasi hadisələr təbiət hadisələrindən nə ilə fərqlənir? Təbiət hadisələri xarici müşahidə əsasında dərk edir. Məsələn, mən baxıram bir fiziki qanunu müşahidə edirəm, o müşahidə əsasında qanunu tapıram. Sosial qanunlar intensiya ilə kəşf olunur. Məsələn, bir adam həyatında sevməyibsə, o heç çox məcnunu başa düşə bilməz. Əsli kələm başa düşənməz. Gərək sən sevəsən, biləsən ki, bu nə olan şeydir. Çünki burada müşahidə daxilidir.
Bəli. Ona görə Engels deyirdi ki, hər hansı bir ictimai siyasi hadisədə iştirak eləməyən alim o hadisə haqqında həqiqi bilgi verə bilməz. Çünki niyə? O orada iştirak eləmədi. Hadisələr onun içindən keçsin, geçsin. Bəli. Mən bu DTK məsələsi ilə bağlı bir şey deməzdim. Azərbaycan Xalq Cəbhəsinin və ya da Xalq Cəbhəsinin DTK yaradıb deyilən adamları iki qrupa bölürəm. Bir, bu adamlar özü DTK tərəfindən ora göndərildiyindən görə elə bilir ki, hamını DTK göndərib ora. Maraqlı argumentdir, bəli. Bu bir. İkinci, ya da bu adamlara DTK deyil ki, bu Xalq Cəbhəsini biz yaratmış. Deməli, bu adamın DTK ilə əlaqəsi olub da, hardan bilir DTK göndər? Məsələn, mən hardan bilərəm ki, Xalq Cəbhəsində filan kəs DTK göndərib ora? Mənə ya DTK demədi, bu bizim agentimizdir. Düzdürmü? Ya da mən özüm də DTK-dan gəldiyimə görə deyəcəm ki, Zağar bəy də DTK-dan ikimiz də DTK-nı nümayiş. Başqa hardan bilə bilərsən ki, Azərbaycan Xalq Cəbhəsi sonradan biz hamımız bilirik ki, imperiya siyasətinin əsas xətti nədən ibarətdir? Bir xalqın tarixi şəxsiyyətlərini ləkələmək, onlar haqqında şailə buraxmaq, Elçibəy agentdi, Səqəmbər agentdi, Pənar Hüseyin agentdi, filan kəzətdi, bu bir xalqla liderləri bir-birini almaq. Çünki başsızlama hərəkətin məhv eləmənin ən geniş yamı üsullarından biridir. Nəyə görə liderlər terror edirlər? Çünki başsızlasınlar. İkinci məsələ isə baş verən hadisələri tərif eləmək. Azərbaycanda xalq hərəkatı olmayıb. Bu yalan şeydir, bunu KGB yaradı. Bu milyonlarla insanın əməyinə yanlış bir mövqedən yanaşma deməkdir. Belə çıxır ki, 1 milyon adamı o meydana KGB yırmışdı. Burada məsələ başqa... Elə çıxır ki, bu ölən insanların hamısı boş yeri ölüb. DTK bunları tərif edir. Mən o vaxtı Moskvadaydım, bu Azərbaycanda bu meydanda olan hadisələrlə bağlı. Qarbaçov bir bəyanat vermişdi ki, orada narkomanlar, alkoqol ilə çıxıblar, Sovet hökumətinin əleyhinə çıxış edirlər. Mən o demə səfirliyimizdə orada Moskvada yaşayan Azərbaycanlıların yığıncağı keçirilirdi. Və bu ideyanı da orada səsləndirdilər. Və bir çoxu da dedi ki, doğrudan da belədir. Mən çıxdım oraya dedim ki, siz hansı xalqın nümayəndəsiniz? Siz necə dedim Azərbaycanlısınız ki, xalqınızın 1 milyonuna narkoman, alkoqol, cinayətkar deyirlər. Siz də buradan əl çalırsınız, deyirsiniz ki, doğrudan da deyirsən Bakıda alkoqol, narkomanla çıxıb kütüyə. Dedim, onun biri mənəm, baba mən. Həmin hərəkatın nümayəndələrini gəlmişəm Moskvada kursayım. Mən narkomanam, alkoqolikəm, mən həkiməm, ixtisasım bu, filanım bu, belə. Siz necə dedim, bu Rusiyanın, Qarbaçovun uydurmalarına inanırsınız, xalqınız haqqında belə yanlış məsələlərə inanırsınız. Yəni, onda hətta Qeyrət Quliyev durdu, orada 500 adam işləyəcək, bu dedilən olsun faktdır. Qeyrət Quliyev durdu, təklif edər ki, onda bir nümayəndə heyəti seçsə, geçsin yerindəcə öyrənsin ki, o meydandakiler narkoman diyor. Mən dedim ki, bu qədər gülünç bir təklif ola. Düşmən sənə deyir ki, sən beləcə, sən də qoşubsan düşmənə deyirsən biz beləyik. İndi bir məsələ var. Bu, həmin meydandan ki danışırıq, o meydanın iştirakçılarından, aparıcılarından, idarəçilərindən biri Nemət Pənahlı deyir ki, KGB yaratdı. Nemət Pənahlı niyə görə deyirdim? Əvvəla mən Nemət Pənahlını xalq hərəkatının lidericə sahib eləmirəm. Biz Nemət Pənahlı bizdən çox-çox uşaqdır. Mən o dediyim təşkilat yaramıda Nemət Pənahlı adam, belə adamca tanımırdım mən. Mən Azərbaycanda tanıdığım, mən Xudu Məmmədov tanıyanda, Əxtər tanıyanda, Azərbaycanda görkəmli adamlar var, bir çoxunu adı cəmirəm. Nazirlər var idi, Zahir bəy, şəxsən mənim tanıdığım ki, hərəkat, bu milli ideyanı daşıyan, oturardıq, söhbət edib, biz baxmayaq ki, bizim böyük bir fərqimiz var. O heç var, Nemət adında bir adam, Nemət, mitiklərin lideri o, mitingin lideri başqa şeydir, hərəkatın lideri olmaq başqa. Bizdə Naxçıvanda mitinglərin lideri İbrahim İbrahimli idi. Gözəl səsi var idi, ədəbiyyatçı idi, mitinglərdə ucadan danışırdı, çünki bilirsiniz də, cəmaatı coşuya getməlidir. Aparıcı da yəni. Aparıcı, miting aparıcı. Nemət Pənahlı Azərbaycan xalq hərəkatının kim deyil lider olub, o adam özü ümumiyyətlə nə hərəkat bilir, nədə olan şeydir, nə bilir lider olan nə bir şeydir, nə də ki o adam Azərbaycan xalqını sevən bir adamdır, kim deyir. Bəli, bəzi adamlar Nemət Pənahlının o hücumlarından qorxub deyirlər ki, bəli, qəbul edirəm ki, Nemət Pənahlı xalq cəbhəsini, çünki niyə? Nemət hamıya deyir ki, KGB-nin agentidir. İndi mən özümü KGB-nin agenti olmağımı gizlətmək üçün deyirəm, Nemət xalq hərəkatının lideridir, o da xoşuna gəlmir, məndən iş olmur. Fikrim çadır?
Yaxşı, sən hardan bilirsən ki, bu qədər adam Xalq Cəbhəsinin rəhbərləri hamısı KGB-nin agenti? Bu agent gizli bir şeydir. Ya sən deməlisən ki, KGB-nin arxivinə girmişəm, ya da deməlisən ki, KGB-dən mənə deyib ki, Səqəmbər agentdir. Hər ikisində sən KGB ilə əlaqəli olan bir adamsan. Və Lefortovda yatan adamların hansı sənədləri imza atdıqlarını, nələri öhdəlik üzrə görür, biz yaxşı bilirik. İndi mən istəmirəm o intriqalara girəm. İndi bir dəqiqə, Lefortovada Etibar Məmmədov da Rəhim Qaziyev də yatmışdı. Mən ümumi şəkildə deyirəm ki, bilirəm. Mən çox şey bilirəm. Azərbaycan tarixində, Azərbaycan xalqı bu hərəkətdə işləyən adam kimin kim olduğunu çox... Sərdar bəy, üzr istəyirəm. Bizim bu tarixin şahidləri layihəmizdə AXC necə yarandı? Bu bir sənədli müsahibədir ki, tarix üçün biz bunu belə deyək də listləşdiririk ki, gələcəkdə ola bilər ki, hansısa bir araşdırmaçı, alim, bunlarla bağlı hansısa bir tarixi mənbələrə, kitablara baxanda verilişlərə də baxsın. Bu da sənədli. Burada problem nədən oldu da? Niyə deyirlər ki, DTK xalqı? Müəyyən bir mərhələdə Azərbaycanda kommunistlər və Azərbaycan DTK-sı xalq hərəkatına qarşı çıxış edirdi. Elə ki, ermənilər ayağa qalxdı və çox ciddi risk oldu. Onda həm Komünist Partiyası, həm DTK xalq hərəkatına başladı yardım edir. Çünki başqa çıxış yolu yox idi. Yeganə üzdə gedən Sovet hökumətinin siyasətinə qarşı iş aparan bu cəbhədir. Məsələn, mən sizə 2 dənə misal deyəcəm. Bununla da biləsiniz ki, söhbət nədən gedir. 1988-də bizim o gizli qrupumuz ki var idi. Bizə xəbər göndərdilər ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi sizi dəvət edir diskusiyaya. Biz onda düşündük ki, elə bir vaxtıdır ki, hələ hərəkat genişlənməmiş. Dedik, yəqin bizi həbs eləyəcəklər. Yolda gedirdik Zahir bəy. Dedik, girək burada bir fotoqraf çəkdirək, xatirə. Uşaqlarımıza yadıca qaldı. Yəqin bizi həmişə belə olur. Bax, Azərbaycan liderlərini öldürüblər, sürgün eləyirlər. Dedik, yəqin həbs eləyəcəklər, sürgün eləyəcəklər. Heç olmasa şəkillərimiz qalsın. O vaxtı 3 nəfər də təsadüfən bizi tanıyanlar dedilər ki, biz də sizə şəkil çəkdirməliyiz. Biz dedik, yox, belə biz bu 11 nəfər çağırmırıq, çox güman ki, biz həbs siz bizə şəkil çəkdirsəz, sonra sizi də başlayacaq. Dedilər ki, bizim üçün, bax ha, təsadüf adamı dedi, bizim üçün fəxirdir ki, sizinlə bir yerdə şəklimiz olsa, qoy bizi də öldürsünlər. O 3 nəfər idarə heyətinin üzvü. Onların da şəkli bizim yanımızdadır. O şəkil mən də saxlayıram bu günə qədər. Kəşki gətirərdiniz, bunu göstərərdik. Bir neçə dəfə göstərmişəm. O şəkili çəkdirdik, gəldik Naxçıvan Vilayət Partiya Komitəsinə. Deməli, girdik ki, Naxçıvan prokurorudur, Daxili İşlər Naziridir, KGB-nin sədridir, bütün nazirlərdir, Piyon üzvlərdir, deputatlardır, SSR, Ali deputatı, Azərbaycanda dolma böyük bizalar bir cəgə buraxırlar. Biz 9 nəfərik, qabaqda oturduq. O vaxt Allah rəhmət eləsin, Nəcəf Nəcəfov var idi, Naxçıvan Vilayət Partiya Komitəsinin birinci kəbi. Sonra gəldi, Peşə Texniki Komitəsinin sədri oldu. O da deməli, oturur, burada da qabaqda oturduq, belə iclas edəmişəm, mən açığı deyim, təvəzzüdən çağırıcı, mən çıxış edim, biraz dilavər edim. Biraz da, belə deyək də, statusumuz adım var idi deyən, bu prokurorları, polisləri zaten tanırdım deyən, belə məsələlərdə mən biraz daha belə deyək də, lordedi, cəsarətli idi. Mənə dedilər ki, qalxaq, görək, bu nə məsələ, siz niyə bu Naxçıvanda cəmaatı narahat edirsiniz, orada-burada gedirsiniz, məsələlərdə iclas keçirdiniz, siz kimsiniz, nəçisiniz? Bir dənə də orada Balotin vardı. O Balotin də Qaradağ Partiya Komitəsinin katibidir, Azərbaycan Malakanı idi, həmiz Azərbaycanda bilirdi. Açıq deyim ki, Azərbaycan xalqına sevən adamlardan biri idi. Rus olmalı var. Xalis Azərbaycan danışır. Burada Nəcəf belə oturdu, bu Balotin başladı bizi sorğu-sual eləməyə. Nə istəyirsiniz? Niyə bu hökumətə qarşı çıxış edirsiniz? Niyə burjuaziyanın nə bilimdə o birisində kommunist təbliğatı vardı? Mən dedim ki, bizim bir məqsədimiz var. Başqa nə deyə bilər? Azərbaycanda əhalinin vəziyyəti ağırdır, işsizlik var, həm o var, ermənilər bizim ərazilərimizi, hələ onda işğal eləmək istəyirlər, bizim əhalini Ermənistandan köçürdüblər və s. və s. Bu, mənim sözümü kəsdi də boş-boş danışma, siz gedin elə düz işləyin, SSR-də hər şey yaxşı olacaq. Yəni, dedikləri düz, mən başladım korrupsiya belə, rüşvət belə filan bilmirəm. Mən dedim ki, sizin deməyinizdən belə çıxır ki, Mərkəzi Komitənin siyasi büronun üzvləri səhv işləyirlər. Dedi, o nə demək sözdür? Dedim, onlar da 9 nəfərdir da. Onlar da dedim, belə çıxır ki, 9 nəfər düz işləsə, SSR düzələcəksə, elə onlar düz işləsəydi, SSR düzələrdi. Ya da deyirsiniz ki, onlar düz işləmir. Mənə dedi, o Tiyerova sən mənim sözümdən söz çıxartma, deyə bilmədi də, ona yedirtdim o sözü. Biz nəsə burada prokuror çıxdı, hədə qorxu gəldi ki, belə gedirlər, məsələn fəaliyyətini dayandırırlar, cəmaatı qızışdırırlar, belə şeylər.
Sonra icrası qurtardıq. İcrası qurtardıq. Hamı çıxandan sonra Nəcəf mənə dedi ki, sən qal, səndən işim var. Hamı çıxandan sonra qaldı məndən. Mənə dedi ki, çox ləng işləyirsiniz. Ermənilər gəlib tutacaq Naxçıvanı. Biz dedi bir şey elə bilmir, yəni rəsmi tərəf. Təcili xalqı qaldırağa, kətlərdə müdafiə zat qurun, yoxsa ermənilər Naxçıvanı işğal edəcək. Mən çıxdım. Çıxandan sonra mənim dostlarım mən deyək ki, nə oldu? Elə bildi ki, mən cəzalandırmaq üçün saxlayıblar. Dedim ki, Nəcəf deyir ki, çox ləng işləyirsiniz. Ondan sonra biz getdik, çox böyük bir sürətlə. Bir bu, məsələn, artıq keçdə bir. İkinci bir hadisə var idi. Biz gördük ki, Naxçıvanı işğal edəcəklər. Yanvar ayının 17-sində Qabaqcadan da belə bir fikrimiz var idi. Mən Afiyəddin Cəlilовla danışdım. Afiyəddin Cəlilov ermənilər artıq Naxçıvanı keçmək ərəfəsində idi. Mən gəldim Afiyəddin Cəlilовun uzun bir söhbəti, qısa demək istəyirəm. Afiyəddin Cəlilov dedi ki, mən bu dəqiqə Moskvanı əlaqə saxlayacağam. Mən dedim ki, Naxçıvanda 2 dənə daxili qoşun hissəsi var. Moskva icazə versin, o geçsin ermənilərlə bizim aramızda dursun. Biz gedək cəmaatı silahlandıraq da, o vaxtı sərhədi pozmuşdu. Silahsa gətirə bilirdi oradan qeyri-qanuni yollarla zaten. Afiyəddin Cəlilov mənim yanımda birinci zəng elədi Qarbaçova. İkimiz olmuşuq otaqda. Qarbaçovun köməkçisi dedi ki, Qarbaçov sizinlə danışmaq istəmir. Sonra zəng elədi Rışkova. Rışkovun köməkçisi dedi ki, Rışkov iclasdadır, 4 saatdan sonra boş olacaq. O vaxtı danışa bilərsiniz. Bizə də təcili qərar lazımdır. Götdü zəng elədi Lukyanova. Lukyanov parlamentin sədri. Lukyanov dedi ki, bu dəqiqə mən Şatalovdur ya Şapunovun adları yadından çıxıb, SSR daxil qoşunlarının komandanı. Ona göstəriş verərəm. O daxili qoşununa gedək, siz elə indidən onlara deyin, hərəkətə başlasınlar. Yəni, gedib dursunlar ermənilərin Azərbaycanlar arasında. Tez sevindi Afiyəddin Cəlilov, dedi ki, mən bu dəqiqə zəng elib Şatalova. Götürdü, Daxili İşlər Nazirinə zəng elədi, ondan bir telefonu vardı, birbaşa əlaqələr var idi. Şatalova dedi ki, Lukyanov deyir ki, o 2 Naxçıvandakı daxili qoşun hissələrini göndərsinlər Ermənistan, Azərbaycan sərhədinə ki, orada xalqlarsa qırğın sənə bilirəm, o da deyəsən təhqir eləyib onu. Bəli. O da təhqir eləyib onu. O dedi ki, mən özüm də eşidirdim, çünki durmuşdum Afədin yanında. Dedi ki, Lukyanov qələt edir, o kimdir bizə göstəriş versin. Onda Afədin də danışanda durmuşdu ayağa. O Qarbaçovla, Rıжkovla bütün o danışıq ayaq üstə eləyir. Elə əlində telefon, beləcə qoydu telefonu, ağappaq rəngi ağardı, çöktü üstünə, dedi ki, bunlar Naxçıvanı Ermənistana vermək istəyirlər. Dedim ki, bəs neyə etdilər? Dedi ki, tamam bilmirəm. Dedim, nətər bilmirsən? Biz buradakı kommunistlərlə, hökumətlə, biz birlikdə bir şeyimizə Naxçıvanı işğal olacaq. Dedi, nə təklif edirsiniz? Nə deyirsiniz, mən eləməyə hazıram. Dedim, yeganə bunun yolu odur ki, biz bir dənə... Afiyəddin Cəlilovdan söhbət gedir. Bir dənə siyasi skandal qaldıraq. Dünyanın diqqəti bura cəlb olsun ki, Ruslar gəlsin bu məsələdə qoymasın da ermənilər Naxçıvanı işğal edir. Dedi, neyə? Onda da biz bir neçə ay ondan qabaq bu Naxçıvanın müstəqilliyi məsələsini, qaz müqaviləsini könləmə çıxartmışdıq. Demişdik, əgər Naxçıvan Ermənistanın əlinə keçəcəksə, qaz müqaviləsinə görə Türkiyə bura müdaxilə etmək hüququ var. Biz onda müstəqilimizi elan edəcəyik. Çünki biz zaten əvvəlcə biz Naxçıvan Araz Respublikası müstəqil olub. Bir şərtlə Azərbaycana verilib ki, 3-cü tərəfə verilməsin. O qaz müqaviləsinin mahiyyəti bunlardır. Yəni, Türkiyə, Naxçıvan üzərində qarantor ölkə idi, rəsmi şəkildə. Sadəcə o, tarix o qədər uzun müddət olub ki, 23-cü ildə, 21-ci ildə yaddan bu şeylər zaman biz getdik, çıxartdıq onları ki, Naxçıvanı qorumaq üçün. Afədin bəy dedi ki, nə bilsiz elə? Mən gəldim Səkinə Əliyevin yanına, cəmaatda yığışıb 10 mindən adam meydana yığışıb, Ali Məclis sədrin. Dedim ki, Afədin müəllimlə danışmışam, təcili Ali Sovetin icrası çağırmaq lazımdır, Naxçıvanı SSR-in tərkibindən çıxartmaq lazımdır ki, Naxçıvanı biz qoruyaq, yoxsa Naxçıvan əldən gedəcək. Onda Səkinə xanım dedi ki, mənim ixtiyarım yoxdur Ali Sovetin növbədən kənar icrasını çağıra, fövqəladə icrasını. Mənə bir dənə rəsmi məktub olmalıdır. Mən dedim ki, o vaxtı Naxçıvan Xalq Cəbhəsi qeydiyyatdan keçmişdi. Mən dedim ki, Səkinə xanım, Azərbaycan Xalq Cəbhəsinin adından sizə gətirib məktub versək, siz razı olarsınız. Dedi ki, bizim üçün fərqi odur, siz də rəsmi təşkilatsınız, Nazirlər Sovetində qeydiyyatdan keçir. Mən gəldim cəbhəyə ki, məclisi çağıraq, bir məclisin adından müraciət eləyək, parlament çağırmaq. Gəldim ki, deməli, o bizim dediyimiz 12 nəfər ki vardı, onun 8-i yoxdur.
Yəni idarətin üzrə heç bir yoxdur. Nə Asaf Kələntərli oradadır, nə Asaf Quliyev oradadır, nə Arif Rəmzudun. Bir də orada vardı Cabbar Cəli, Allah rəhmət eləsin. Cabbar müəllim vardı, Allah rəhmət eləsin. Süləddin vardı, mən vardım. Məsələn, biz dördümüz vardı. Yerdə qalan idarətin üzrə hamısı yox dedim, bunlar harda? Dedilər ki, gediblər Bakıya. Bakıda həm hakimiyyət dəyişimi oldu, çağırıblar Bakıya. Bizim bunlardan heç bir xəbərimiz yoxdur. O Bakıya çağırmaq məsələdir. Onda tam mən açığı deyim, o formal tərəfə fikir vermədim. Oturdum Azərbaycan Xalq Cəbhəsi Naxçıvan vilayət şöbəsinin adından Milli Məclisə məktub yazdım. Həmin məktub bu dəqiqədə qalıb, arxivdən götürə bilərlər, imza da mənimdir. Həmin məktubda əsaslandım ki, SSR Konstitusiyasının 6-cı maddəsinə görə Sovet hökuməti Naxçıvan xalqının təhlükəsizliyini təmin eləmir, qas müqaviləsinə görə Naxçıvan 3-cü tərəfə verilə bilməz, indiki halda ermənilər buranı işğal etməkdir. Bizim yeganə yolumuz yenidən o 21-ci ilə qayıtmaqdır, yəni Naxçıvanın müstəqilliyini elan eləməkdir. Bunu göndərdim, apardım, təqdim elədim. Mən onu təqdim edəndən sonra elan elədilər ki, radio ilə SSR Ali Səhiyyə deputatları, Naxçıvan Ali Səhiyyə deputatları, bir də Azərbaycan Ali Səhiyyə Naxçıvan olan da deputatlar hamısı təcili gəlsin, fövqəladə sessiya çağırılır. Mən ta gözləmədim o sessiyanın nəticəsini, getdim Afyadın yanına. Afyadın yanında bizim Kənd Təsərrüfatı Tikinti Naziri vardı, Ağabba. İndi rəhmətə gedib bilməm, Allah rəhmət eləsin, sağdır deyə bilmərəm. Girdim oraya ki, Ağabba da oturub orada, görüşdük, elədik. Mən dedim, Afyadın Cəlil ki, indi nə addım atması, dedim ki, biz təcili gərək edək, Türkiyənin, İranın kömək istəyir, yoxsa bunlar bizi qıracaq, Naxçıvanı işğal edəcəklər. Dedi ki, kimi götürmək istəyən, götür, get. Yəni, biz neyiniydi, Afyadın Cəlil dedi, eləyin, çünki başqa bir yol yoxdur, hökumət bunlar. Mən onda deməli, Ağabba durdu ayağa, məni çağırdı Afyadın otağının bu tərəfinə bir güncə. Bir əlimə bir şey qoydu, baxdım gördüm tapanca. Dedim ki, bu nədən ötərdi? Ağladı, indiki kimi Allah ona rəhmət eləsin, qalıbsa Allah canına dəyməsin. Yəni, millətçi adamlar oldu, bu adam nazir idi, Akademiya Prezidenti Həsən Abdullayevin oğlu. Mən kimdən danışıram? Azərbaycan Kənd Təsərrüfatı Naziri gəlib Naxçıvana, eşidib ki, Naxçıvanda vəziyyət ağırdır, gəlib Naxçıvana. Çünki o vaxtın cəmaatı yoxsa qaçırdı rəhbər adamlar ki, tutacaqlar Naxçıvanı, bunlara. Amma o qayıdıb gəlmişdi. Dedim, bunu mən neyiniyim? Dedi, elə bir yola çıxırsan ki, ya lazım olar özü öldürəsən, ya da başqasını. Bunu qoy cibimə. Mən bu tapanı qoydum cibimə. Naxçıvan deməli məscidinin axundunu götürdüm. Əlavə də 3-4 nəfər götürdük İrana keçmək üçün. Nəsə böyük bir çətinliklə bizi sonradan yaycıda olan uşaqlar gecə saat neçədə arazda keçidə getdik Naxçıvana. O hadisələr də. Bir də bu məsələni niyə misal çəkeyim ki, burada da biz kommunistlərlə eyni işi gördük. Naxçıvanı SSR-in tərkibindən çıxarılmasında Azərbaycan Xalq Cəbhəsi ilə Naxçıvan Vilayət Partiya Komitəsi, Naxçıvan Ali Məclisi, Naxçıvan Nazirlər Komitəsi bir yerdə qardaş kimi. Təsəvvür edin ki, mən iki binadır, üz-üzə bilməm Naxçıvana gelibsən ki, burada Ali Səhiyyə binasıdır, burada 10 dəfə oraya getdim, buraya gəldim. O vaxt indi bu telefonlar yox, o yox, bu yox. Bəzi şeyləri mən özüm danışmalıydım, bəzi şeylər belə. Sən təsəvvür edin ki, məsələn, bir də onda açığı deyim ki, Fərdin Cəlilov dedi ki, qardaşım, mən Naxçıvanı qoruya bilmirəm. Bizə qalsa Naxçıvanı tutacaqlar. Necə ki, Qarabağda tutdular. Kommunistlər yığdı bizdən silahları. Ermənilər silahlı qaldı. Ona görə Qarabağ cəmaatı özünün müdahili deyirləri Qarabağla qoydu qaçdı. Bax, Qarabağın əlində bir də bıçaq qalmışdı. Bir də o gülləsi qalmışdı. Hamısı vəzir o vaxtında o qırğınlara qədər tutub almışdılar da. Sərdar bəy, aydın oldu mənə. Mən bir şey deyim ki, biz bu bir verilişlə davam edə bilməyəcəyik. Bunları danışdınız. Azərbaycanda vəziyyət onda necə idi? Bunu sizinlə növbəti verilişdə müzakirə edək, əgər sizin də vaxtınız varsa. Zaten bir şey demək istəyirəm ki, bu hərəkat bir seldir, bir nəyə bir şeydir. Hərə onun bir epizodda iştirak edib, mən özüm iştirak elədiyim hadisələrlə bağlı dəqiq məlumat verə bilərəm. Məndən kənar, məsələn, Bakı qırğını vaxtı biz artıq İrandaydıq. Daha doğrusu Naxçıvanda İranın keçirdiyi kömək eləmək, o Bakıya qoşun yedirir. O hadisələrdə mən iştirak eləməmişəm. Və ya Azərbaycan Xalq Cəbhəsinin sonraki proseslərində... Sonrakıdan danışmırıq. Biz hələ danışmadıq axı. AXC-nin o təsis konferansından Sülhəddin Əkbəri göndərdiniz. Oradakı məsələlərdən bunları danışmamışıq. Onları danışarıq.
Ona görə də növbəti həftə mən sizə günü deyəcəm. Növbəti sizinlə növbəti bir efirdə əgər lazımdırsa mən öz iştirak elədiyim hadisələrlə bağlı, bilavasitə dəqiq bildiyim faktlarla bağlı, şəkillərlə, video ilə də sübut eləyə biləcəyim ki, məsələn Sərhəd hadisəsi necə oldu, ondan sonra Onda xahiş edirəm gələn dəfə gələndə o şəkillər sizdə olan materialları da gətirin, biz onu təqdim edək. çalışaram ki, gətirim. Çox sağ olun. Əziz dostlar, dəyərli izləyicilər, tarixin şahidləri verilişində AXC necə yarandı silsiləsinin 4-cü bölümünü burada Sərdar Cəliloğlu ilə yekunlaşdırırıq, amma növbəti gələn həftə yenidən Sərdar bəylə hansı bölüm olacaq bilmirəm, çünki sabah burada bir debatımız olacaq, yenə tarixin şahidləridir. Hansı bölümdə olacaqsa yenidən Sərdar bəylə bu mövzunu davam etdirəcəyik buradan. Sağ olun, sağlıqla qalın.